Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fəs Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın izahına baxırıq. Lakin sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gəlin baxaq suallarımızın izahına. Bu suallar keçən dəfəki mövzumuz, yəni çevrənin ardı olan güvəndən seçilmiş növbəti çevrə suallarıdır. Başlayaq birinci sualda. Deyir ki, AB x üstəgəl 6-dır, DC 4-dür, BC 5-dir və AD 7 cm olarsa x-i tapın. Burada siz qaydanı bilməlisiniz. Qayda nədir? Qayda bizə deyir ki, əgər dördbucaqlının daxilinə çevrə çəkilibsə, onda qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. Bax, bu qarşı tərəflə bu qarşı tərəfin cəmi olur x üstəgəl 10. 6 ilə 4 topladım. Nəyə bərabər olmalıdır? Bax, bu qarşı tərəflə bu qarşı tərəfin cəminə. 7 ilə də 5-i toplayırsınız, eləyir 12. Onda burada x nəyə bərabərdir uşaqlar? 12-dən də 10 çıxırsınız, düzgün cavab 2 alınmış olur. Yəni, birinci sualda testimizin doğru variantı olur C bəndi, C variantı. Keçək növbəti suala. Baxırıq ikinci suala. Deyir ki, O çevrənin mərkəzi OS 10 cm, BS 9, AC 21 cm olarsa, çevrənin radiusunu tapın. Çevrənin radiusu, bax, deyək ki, buradan bura qədər uzadan bir məsafədir. Bax, radius budur. Olsun OA. İndi, buradan bura qədər məsafəni uzatdıq. Bu radiusdursa, deməli, buradan burada uzadırıq. Bu da olur radius. Baxın, belə uzatdıq. İndi siz buranı, bax, bu balaca hissi uzatdım. Bunun uzunluğunu bilmirik nədir. Bura bir dənə x yazırsınız. Onda bu radius nəyə bərabər olmuş olur? X üstəgəl 10-a. Bu radius x üstəgəl 10-dursa, deməli bu OA, bura A yazacaqdım. Deməli bu OA radiusu bərabərdir nəyə? X üstəgəl 10-a. Radiusun x üstəgəl 10 olduğunu tapdıq. İndi gəlin diqqətlə baxaq. Bax, fikir verin. Çevrə daxilində əgər kəsişən iki vətər varsa, biz burada vətərlərin xassəsini tətbiq edə bilərik. Bax, kəsişən vətərlərdən biri budur, AB. Digər isə budur, A. Gəlin bura K yazaq. Digər isə budur, AK-dır. Hansı nöqtədə kəsişirlər? Bax, bu C nöqtəsində kəsişirlər. Onda deməlisiniz ki, bölünən hissələrin hasilləri bir-birinə bərabər olmalıdır. Bax, bölünən hissə 21, burada 9. Deməli, 21-in 9-a hasili bərabər olmalıdır. Bax, buradan bura qədər məsafə. X üstəgəl 10-dur. Burada bir dənə də 10 cm varsa, olur x üstəgəl 20. Vurulsun nəyə? Bax, bu aşağıdakı parçanı x adlandırmışıq. Vurulsun x-a. İndi buranı vurub açmaq lazımdır. Olur x kvadrat. Üstəgəl 20x, indi 21 9-a vuranda olur 189. Bərabərliyin digər tərəfinə keçirdiyim üçün işarəsi dəyişir. Olur çıx 189. Bu da bərabərdir 0-a. Çevrilmiş kvadrat tənlikdən Viet teoreminə görə getsə, kökləri -27 ilə 7-dir. Çünki baxın, köklərin hasili sərbəst həll verir. Toplayanda isə ikinci əmsalın əksi olmuş olur, -20. Ona görə kökləri düz götürmüsünüz. Amma ki, bu x-ə elə bir qiymət qoymaq lazımdır ki, x plus 10 bizə radiusu hesablayanda müsbət cavab versin. Yəni, çevrənin radiusu mənfi ola bilməz. Müsbət cavab vermək üçün də -27-ni götürə bilməzsiniz. Deməli, bu çevrənin radiusu x üstəgəl 10 olaraq işarə olunmuşdursa, gətirib x-in yerinə yazırıq, 7 yazırıq. Olur 7 üstəgəl 10, yəni düzgün cavab 17 cm bərabər olmuş olur. Deməli, ikinci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək növbəti sualı. Baxırıq burada üçüncü suala. Deyir ki, YAD bucağı 40 dərəcə, YFD bucağı 80 dərəcə olarsa, YBD-ni tapın. Bax, buranı bizə verir 40 dərəcə. Yazırıq burada. Bax, bu bucağı, fikir verin bu bucağı verir 80 dərəcə. Olarsa, bizdən YBD bucağını tapmamızı tələb edir. Gəlin belə edək. Bax, buradakı qövsün nəyə bərabər olduğunu bilmirəm. Bu qövsə deyək bir dənə A. Bax, bu tərəfdəki qövsün nəyə bərabər olduğunu bilmirəm. Burada deyirəm bir dənə B. Bunlar niyə görə A və B ilə işarə etdik? Bax, indi fikir verin. 80 dərəcəlik bucaq çevrə daxilində kəsişən iki vətər arasında qalan bucaqdır. Bax, bir daha deyirəm. Çevrənin daxilində kəsişən iki vətər arasında qalan bucaqdır. Gəlin qaydanı yadımıza salaq. Kəsişən iki vətər arasında qalan bucaq necə tapılırdı? Qövsləri toplayıb yarıya bölürdük və bərabər olurdu həmin bu arada qalan bucaq, yəni 80 dərəcəyə. İndi bunu müəyyən etdik.
Bəs bu 40 dərəcə var. 40 dərəcəlik bucaq nəyi göstərir? Bax, indi buranı silirəm. İndi isə gəlin bunu göstərək. Bax, çevrəni iki kəsən, çevrə daha doğrusu iki kəsəndən kəsilir. AB ilə AC. Bəs iki kəsən arasında qalan bucaq necə tapılırdı? Onda böyük qövsdən kiçik qövsü çıxıb bölməli idi, deməli 2-yə. Yəni B çıx A böl 2 bərabər olmalı idi burada da, deməli 40 dərəcə. İndi hesablayaq. Burada 2-ni 80-ə vurursunuz, olur 160. Deməli, cəm bərabərdir 160-a. Bunu sadəcə B üstəgəl A yazacağam ki, aşağıdakına uyğun olsun. 2-ni də 40-a vuranda eləyir 80. Deməli, B çıxa bərabərdir 80-ə. Toplama üsulundan istifadə eləsək, A-lar gedir. 2B bərabərdir 240-a. 240-ı da 2-yə bölürsünüz, B bərabər olur 120 dərəcəyə. İndi B-ni tapdıq, amma bizə A lazımdır axı. Bilirsiniz, niyə görə bizə A lazımdır? Çünki A-nı tapmış olsaq, bax, bu A qövsünə söykənən X bucağı var. Yəni, YBD bucağı var. Onu rahat tapa biləcəyik. Ona görə A-nı tapmaq üçün gətirib burada B-nin yerinə 120 yazırsınız. 120 üstəgəl A bərabərdir 160-dırsa, buradan A qövsünün dərəcə ölçüsü 40 dərəcə alınmış olur. İndi bax, bu qövs 40 dərəcədirsə, həmin bu qövsə söykənən daxilə çəkilmiş bucaq onun yarısına bərabər olmuş olacaq. Ona görə 40-ı da bölürsünüz 2 yerə, düzgün cavab 20 dərəcə alınmış olur. Üçüncü sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxaq dördüncü suala. Dördüncü sualda bizə deyir ki, ABC nöqtələri çevri üzərindədir. ASB bucağı 30 dərəcə və AB bərabərdir 3 cm olarsa, AMB qövsünün dərəcə ölçüsünü tapın. Gəlin bu çevrənin mərkəzi ilə həm A-nı birləşdirək, həm B-ni. Amma çevrənin mərkəzini, yəni birləşdirməmişdən öncə, əgər S bucağı daxilə çəkilmiş bucaq 30 dərəcədirsə, onda söykəndiyi qövs 60 dərəcə olacaq. Bax, bu M 60 dərəcədir. İndi həmin bu 60 dərəcəlik qövsə söykənən bir mərkəzi bucaq çəksək, bax, fikir verin. Bax, mərkəzi bucağı çəkdik, yəni o mərkəzi bucaqdır. Onda çox rahatlıqla deyə bilərik ki, həmin bu mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Yəni, bu da olur 60 dərəcə. Və burada bərabər tərəfli üçbucaq əmələ gəlir. Niyə görə? Çünki bax, bu radiusdur. Bax, bu da radiusdur. İki yan tərəf bir-birinə bərabərdirsə, deməli, bu bərabər yanlıdır və oturacağı bitişik bucaqlar bir-birinə bərabər olmalıdır. 120-dən çıxırsınız 60-ı, daha doğrusu 180-dən çıxırsınız 60-ı, eləyir 120. Onu da 2 yerə bölürsünüz, eləyir 60 dərəcə. Deməli, bax, buradakı bucaq da 60 dərəcə olur. Buradakı bucaq da 60 dərəcə olur. Onsuz da bunun təpə bucağı da 60 dərəcə idi. Onda belə çıxır ki, A, O, B üçbucağı bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqdırsa, bir tərəfi 3-dürsə, deməli, digər tərəflər də 3-ə bərabər olmuş olacaq. Bax, radiusun 3 cm olduğunu tapdıq. Həmin bu mərkəzi bucağında 60 dərəcə olduğunu tapdıq. Bizdən AMB qövsünün uzunluğunu istəyir. Deməli, C qövs bərabər. Düsturumuz necə idi? 2 pi r vur alfa. 2 pi r, r 3-dür. Vurulsun alfa, yəni 60 dərəcə, bölünsün 360 dərəcəyə. Buradan da 60 ilə 360-ı aparsanız 6 dəfə qalacaq. Onsuz da 2-ni 3-ə vuranda 6 eləyir də uşaqlar. Bu 6 ilə də bu 6 ixtisar gedir. Sadəcə cavab pi alınmış olacaq. Deməli, AMB qövsünün uzunluğunu tapın deyirdi. Düzgün cavab A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 5-ci suala. Deyir ki, o çevrənin mərkəzi AB və AC toxunanlardır. Bucaq BOC bərabərdir. BAC bucağı üstəgəl 20 dərəcə olarsa, BMC qövsünün dərəcə ölçüsünü tapın. Bax, bu bucağı bilmirəm. Buna bir X desəm. Onda belə çıxır ki, BOC bucağı X üstəgəl 20-yə bərabər olmuş olur. X üstəgəl 20 dərəcə. Və biz bilməliyik ki, bax, bunlar toxunanlardır. Toxunanlar arasında qalan bucaq ilə mərkəzi bucağın, bax, onunla üzbəüz baxan mərkəzi bucağın cəmi 180 dərəcəyə bərabər olmalıdır. Yəni, bu xassəni əzbər bilməliyik uşaqlar. Yazırsınız X üstəgəl. X üstəgəl 20 dərəcə bərabər olmalıdır 180 dərəcəyə. Buradan 2x bərabərdir. 180-dən 20-ni çıxırsınız, olur. Deməli, 160 dərəcə. X də bərabərdir. 160-ı 2-yə bölürsünüz, olur 80 dərəcə. İndi əgər bu bucaq 80 dərəcəyə bərabərdirsə, bax, fikir verin, bu bucaq 80 dərəcəyə bərabərdirsə, bax, bu hissə 80 dərəcəyə bərabərdirsə, o zaman biz deyə bilərik ki,
Baxın, əgər biz x-i 80 tapmışıqsa, deməli buradakı bucaq x üstəgəl 20 dərəcə olmalıdır. Yəni 80-nin də üstünə 20 dərəcə gələndə bu olur 100 dərəcə. Mərkəzi bucaq 100 dərəcədirsə, söykəndiyi qövs də 100-dür. Onda bax bu geridə qalan hissə 360 çıxılsın 100, yəni 260 dərəcəyə bərabər olmuş olur. Deməli 5-ci sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Keçək növbəti suala. Baxırıq burada 6-cı sual. Deyir ki, tərəfləri 5, 5 və 6 sm olan üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Bax, belə bir bərabər yanlı üçbucağımız var. Hansı ki, bunun yan tərəfləri 5, 5, oturacağı 6-dır. Ümumiyyətlə, daxilə çəkilmiş çevrənin radiusundan söhbət gedirsə, düsturumuz necədir? 2s bölünsün a, üstəgəl b, üstəgəl c. Bu da bərabərdir. 2 vurulsun. Sahə düsturunu yadımıza salaq. 2-də 1 AH. Burada da A üstəgəl B, üstəgəl C bərabərdir. Bu ikilər ixtisar gedir. Qalır A vurulsun H. Bölünsün A üstəgəl B, üstəgəl C-yə. Bu da bərabərdir. Hündürlüyü tapmaq lazım olsa, bax, bərabər yanlı olduğu üçün təpədən endirdiyimiz hündürlük həm də mediandır. 6-nı yarı bölür, düşür bura 3. İndi bunlar Pifaqor ədədlərdir axı. 5, 3, deməli avtomatik bu hündürlük 4 olmuş olacaq. Deməli, bax, tərəf 6-dır. Bu tərəfə çəkilmiş hündürlük 4-dür. İndi bunları toplasaq, 5-in üstünə 5 gələndə edir 10, onun da üstünə 6 gələndə olur 16. Bu da bərabərdir. İxtisar getsə, bununla bu gedir 1 dəfə, 4 dəfə. 6 ilə 4-ü 2-yə ixtisar aparırsınız. Burada 3 qalır, burada 2 qalır. 3-ü də 2-yə böləndə düzgün cavab 1,5 alınmış olur. Yəni 6-cı sualda testimizin düzgün cavabı olur A bəndi, A variantı. Keçək növbəti suala. Baxırıq burada 7-ci sual. 7-də bizə deyir ki, AND qövsü 85 dərəcə və CMB qövsü 65 dərəcə olarsa, AB və CD vətələr arasındakı kiçik bucağı tapın. Deməli, gəlin bunu istəyir bizdən, alfa 2 bucağını. Biz də bilirik ki, əgər iki vətər, yəni çevrə daxilində kəsişibsə, onlar arasında qalan bucağı tapmaq üçün qövslərin cəmini 2-yə bölmək lazımdır. Yəni 85 dərəcə ilə 65 dərəcəni toplayıb bölürük 2-yə. Bu da bərabərdir 150 bölünsün 2, yəni düzgün cavab 75 dərəcə alınmış olacaq. 7-ci sualda testimizin doğru variantı olur Y bəndi, Y variantı. Keçək növbəti suala. Baxırıq 8-ə. Deyir ki, AB toxunandı, AB 6-da, AC 3-üsə CD-ni tapın. Toxunan və kəsən xassəsini tətbiq edirsiniz. Bax, bu toxunanın kvadratı 6-nın kvadratı bərabərdir. Kəsənin bu çöldə qalan hissəsi vurulsun ümumi uzunluğuna, yəni 3 üstəgəl x-a. 6-nın kvadratı 36 eləyir. İndi 36 ilə 3-ü burada ixtisar aparacam. 3-ü 3-ə böləndə bir dəfə, 36-nı 3-ə böləndə 12 dəfə. Onda 3 üstəgəl x əgər 12-yə bərabərdirsə, deməli x bərabər olur 12 çıxılsın 3, yəni düzgün cavab 9 alınmış olur. Buna görə 8-ci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək növbəti suala. Baxırıq burada 9-cu suala. 9-cu sualda deyir ki, mərkəzi bucaqlardan biri x, digəri 3x üstəgəl 40 dərəcə və ANB qövsünün uzunluğu, bax bu qövsünün uzunluğu 12 pi santimetr olarsa, çevrənin radiusunu tapın. Birinci növbədə bu tam bucaq əmələ gətirməlidir. Yəni, bax bu ikisinin cəmi olmalıdır 360 dərəcə. 3x ilə x-i toplayıram, olur 4x, üstəgəl 40 dərəcə. Bərabərdir 360 dərəcəyə. Buradan 4x bərabərdir 360-dan 40-ı çıxırsınız, olur 320 dərəcə. Buradan da x bərabərdir 320-ni 4-ə bölürsünüz, olur 80 dərəcə. Deməli, bu n qövsünü, hansı ki bu qövsünün uzunluğu 12 pi idi. Buna uyğun olan mərkəzi bucağın dərəcə ölçüsü olur 80 dərəcə. Bəs uzunluq düsturumuz necə idi? Bax, 12 pi bərabərdir 2 pi r. 2 pi vurulsun r yoxdur. Vurulsun alfa, yəni 80 dərəcə, bölünsün 360 dərəcəyə. İndi gəlin ixtisar aparaq. Bu 2 ilə, daha doğrusu pilər onsuz da ixtisar gedir. Bax, bu 2 pi ilə buraya ixtisar gedir. Qalır burada 6. 80 ilə də 360-ı ixtisar aparırıq 40-a. Burada 2 qalır, burada 9 qalır. Bu 2 ilə də bu 6-nı ixtisar aparırsınız. Bir dəfə burada, 3 dəfə burada. Deməli, burada təkcə radius qalır. Burada isə 9 vurulsun 3. Yəni 27 santimetr alınmış olur. Ona görə 9-cu sualda testimizin doğru variantı olur Y bəndi, Y variantı. Və nəhayət baxırıq 10-cu suala. 10-cu sualda deyir ki, şəkildə diametri AD 12 cm olan yarım çevrə verilmişdir.
BAD 70 dərəcə, ADS bərabərdir 65 dərəcə olarsa BC-ni tapın. Baxın, bu çevrənin əgər diametrdirsə, mərkəzi burada qeyd edirəm. Radius bölündü 6, 6 və həmin bu B nöqtəsi vasitəsilə gəlib bu mərkəzi birləşdirsək, bu da radiusdur uşaqlar. Bax, mərkəzlə ixtiyari bir nöqtəni birləşdirsən radiusdur. Bura 6-dırsa, burada 6-dır. Oldu bu bərabər yanlı? Bəli. Deməli, oturacağı bitişik bucaqları eyni olmalıdır. Bura olur 70 dərəcə. 70, 70, 140. Burada olur 40 dərəcə. Daha sonra, bax, bu S təpəsini birləşdiririk mərkəzlə. Radius əmələ gəlmiş olur. Onda burada 6-dır. Yenə baxın, bərabər yanlı üç bucaq əmələ gəldi. Bura ilə bura eynidir. Deməli, bura 65 dərəcədirsə, eyni oturacağı bitişik bucaqlar yenə 65 dərəcəyə bərabər olmuş olur. 65, 65 toplayan neçə eləyir? 130. 180 dərəcə olmaq üçün burada olur 50 dərəcə. İndi bax, fikir verin, bu bütöv açıq bucaq əmələ gətirməlidir. 40 dərəcə burada, 50 dərəcə burada. Eləyir 90 dərəcə. Deməli, bu arada qalan bucaq düz bucağa 90 dərəcəyə bərabər imiş. Onda bu düz bucaqdırsa, həmin bu B, bura bir dənə O deyək. BOS üç bucağı olur bərabər yanlı düz bucağı üç bucaq. Belə çəkəcəm. Bax, bu üç bucaq olur bərabər yanlı düz bucağı üç bucaq. Hansı ki, katetləri 6 santimetrə bərabərdir. Biz də bilirik ki, bərabər yanlı düz bucağı üç bucaqda hipotenus katetin kökdəki misinə bərabər olmuş olur. Onda avtomatik tapırsınız ki, hipotenus 6 kök altı 2, yəni bax, BS 6 kök altı 2 santimetrə bərabər olmuş olur. Buna görə 10-cu sualda testimizin düzgün cavabı olur B bəndi, B variantı. Belə, bununla da bütün suallarımızın izahını vermiş olduq. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, hal-hazırda ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.